salamlayıram. Salamlayıram mən də bu gül balalarınızı. Olması, nağıl olması onun həqiqət olmayacağı da mənasına gəlmir. Mərkəzi açmaqda məqsədimiz uşaqlarla bağlıdır. Onların inkişafı, onların motivasiya dolu həyat tərzi yaşamağıdır. Uşaqlar bizim gələcəyimizdir deyirik, amma görəsən doğrudan da biz o uşaqları düzgün istiqamətləndirə bilirikmi? Bu sual doğurur bizdə. Bəzi valideynlər deyir ki, sağlam övlad olmaq üçün gərək təhsil alsınlar. Bəzi valideynlər deyir ki, sağlam cisim olduqda onlar doğru-dürüst şəkildə istiqamətlənəcəklər. Amma bunları əldə eləmək üçün onlara sağlam ruhiyyə, sağlam düşüncə lazımdır. Bizim də bu mərkəzi açmaqda məqsədimiz uşaqlar özləri düzgün düşünüb, özlərini düzgün formada ifadə etmələridir. İnşallah ki, uğurları uşaqlarımızın bol olar, biz də onlarla baxıb fəxr eləyərik. Bugün Mirvari Təlim Tədris Mərkəzinin açılış tədbirinə yığılmışıq. Bugün onların həm mənəviyyatına, həm əyləncə dünyasına xitab eləyəcək gözəl bir gün oldu. Məni də dəvət etdikləri üçün təşəkkür edirəm və xeyirli olsun deyirəm. Bu dərslərə xeyli vaxtı qoşulmuşam və bu dərslərə qoşulduqdan özümdə xeyli fərqlər hiss edirəm. Bütün dərslərə qatılıram və fəal iştirak edirəm. Bütün uşaqlara da bu dərslərə qatılmağı tövsiyə edirəm və burada bütün müəllim kollektivinə də öz təşəkkürümü bildirirəm. Мне очень нравится Mirvari Tədris Mərkəzi. Я очень давно тут занимаюсь. Это самый лучший Tədris Mərkəzi, который я видела в своей жизни. Mirvari Təlim və Tədris Mərkəzinin şagirdiyəm. Aybəniz müəllimənin dərslərinə qoşuluram. Aybəniz müəllimənin dərslərinə çox zövq alıram. Bugünkü tədbirə görə də ona çox təşəkkür edirəm. Mən Aybəniz müəllimənin dərslərinə qoşuluram. Aybəniz müəllimənin dərslərindən qoşulanda mən özümdə çox aktivlik hiss eləmişəm və bu sertifikatı Aybəniz müəllimədən almışam. Ona təşəkkürümü bildirirəm. Mən özümdəki dəyişikliklərə görə Mirvari Təlim Tədris Mərkəzinə çox təşəkkür edirəm. Məndə əvvəl bu özgüvən yox idi. Hətta burada danışa bilməzdim. Özəlliklə də Aybəniz müəllimə çox təşəkkür edirəm ki, məndə bu özgüvəni və burada danışmağa bir şərait yaratdı.